Может быть, между нами любовь? С нами любовь. Вот такая любовь. Rəqqasə Fatimə Fətəliyeva nəvəsi Zəhra ilə bağlı paylaşım edib. O, nəvəsi ilə lentə aldığı görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Zəhra Fatimənin qızı Aydanın evladıdır. Aydanın Mikail adlı bir evladı da var. Rəqqasənin Hüseyn adlı oğul evladı da var. Aktrisa Xəyalə Quliyevanın ad günüdür. Aktrisa bununla bağlı çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb. Xəyalə arzularını yazaraq bunları əlavə edib. Bugün mənim ad günümdür. Özümə ən gözəl arzularımı edirəm. Daha çox xoş günlər, daha çox sevinç, daha çox uğur. Keçmişdə qalan hər şey bir dərs, qarşıda isə daha parlaq günlər var. Həyatında gözəl sürprizlər və ən əsası daxili rahatlıq olsun. Özümə söz verirəm, daha güclü, daha xoşbəxt və daha inamlı olacağam. Ad günüm mübarək. Qeyd edək ki, aktrisanın 2 evladı var.